Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Estrada ulduzu xalq artisti Aygün Kazımova bugün 55 yaşını və 40 illik sənət yolunu qeyd etdiyi möhtəşəm gecədə artıq şəxsən səhnəyə çıxıb. Axşamın ilk dəqiqələrində səhnədə görünən sənətçi zalı sözün əsl mənasında sehirləyib. Videoda da aydın görünür ki, Aygün Kazımova səhnəyə ağ lələkli, parlaq daşlarla bəzədilmiş libasda, başında taca bənzər aksesuarla çıxaraq ad günü gecəsinə xüsusi vizual ab-hava qatıb. Güclü işıq effektləri, səhnəni bürüyən tüstü və arxa fondakı monumental dekorasiya divanın obrazını daha da möhtəşəm göstərib. Sənətçi gecədə Oxudum adlı mahnını ifa edib. Səhnədə özünə inamlı duruşu, illərlə meydan oxuyan səmimiliyi və estetik görünüşü ilə Aygün Kazımova bir daha sübut edib ki, estradada onun yeri dəyişilməzdir.